İnşallah nə qədər bacarırsa soruşdun Rəcəbdə. Peşman olarsınız, peşman olarıq. Vallahi billah. Tutmayanlar peşman olarıq. Bir nəfərin peşmançılığını oxudum tarixdə. Gəldi imama yaxınlaşdı. Dedi salam aleykum. İmam Sadiqlə görüşdü. Dedi buyur aleykumussalam. Dedi Rəcəb ayının axırlarıdır. Bu gün necə oruç tutmamışam hələ. Bir dənə də gün tutmamışam. Özü İmam Sadiq soruşdu tutmusan dedi oruc. Görünən bu da imamlar üçün çox mühümdür bu məsələ. Dedi yox tutmamışam. Dedi o qədər savab əldən vermisən ki Allahdan başqa heç kəs bilmir. Heç kəs bilmir nə qədər savab əldən vermisən. Tutuldu qaldı. Onun söz fəzilətlərin saydı. Dedi ağa sənə qurban olum. Axır bir neçə gün qalıb tutsam həll olar. Yəni bir 2-3 gün qalmış görünən bu 3-4. Dedi hə tutsan inşallah bu 3-4 gündə axırında inşallah fəzilətlə nəsə əldə edərsən. 100%. Sonra buyurur kim bir gün 2 gün, 3 gün axıra qalmışı tutsa, nələrdən qurtular? Sakaratul maut hədislərdə gəlib. Çətin can vermək. Görmüş çətin can verənlər, mənə nə qədər adam yığıb. Nə dua oxuyaq, canını çapışırmır. Yığıb nədir? Başın üstə dayanmışam, can verə bilmir. Çox əziyyət çəkir. O müxtəlif səbəbləri var. Bəzi vaxtlar səbəbi budur. Bəzi vaxtlar kimin ki haqqını tapdalayın, o halallıq verməyənə qədər bu canını tapşırır da bilmir ki, zülm çəkir. Bəzi vaxt dilinə də gətirir onun adını ki, dünyəni ona gəlsin Allah versin. Allah uzaq eləsin. Biri Rəcəb ayının axır günlərini oruç tutmaqdır ki, o can verməkdən qurtularsan, çətin can verməkdən. İndi o haqqları da icra eləməklə. İkinci, qəbr əzabından qurtuluşdur. Üçüncü, Sirat körpüsündə büdürməzsən. Dördüncü, qiyamətin çətinliklərindən xilas olarsan. 5 günahların bağışlanır. 6, cəhənnəmdən xilas olmaqdır. O, sonda 1 gün qalmış, 2 gün qalmış, 3 gün qalmış tutmaq.